Salam dəyərli şagirdlər, müəllimlər və valideynlər. Bildiyimiz kimi bugün 5-ci sinifdən 6-cı sinifə qəbul üçün, lise və gimnaziyalara qəbul üçün imtahan keçirilmişdir. Həmin imtahanda riyaziyyat fənnindən düşən sualların hər birinin ətraflı izahını sizlərə təqdim edirəm. Baxaq, 21-ci sualda qeyd olunub ki, 16-da n, 12-də n və 15-də n ifadələri natural ədədlər olarsa, n-in ən kiçik qiymətinin rəqəmlərinin cəmini tapın. Burada kəsr xətti bölmə rolunu oynayır. Yəni n bölünsün 16, n bölünsün 12, n bölünsün 15. Bu başqa cür 16, 12 və 15-in üçünə də eyni zamanda bölünən ən kiçik ədədin tapılması deməkdir. Yəni əkobun tapılması deməkdir. İndi burada yer yoxdur. Buradan qeyd edirəm. Əkob yazırıq 16, 12 və 15. Gəlin bunları sadə vuruqlarına ayıraq. 16-nı 2-yə, 8 2-yə, 4 2-yə, 2 2-yə 1. Keçirik 12-nin sadə vuruqlarına ayrılışına. 12 2-yə, 6 2-yə, 3 3-ə 1. 15-i 3-ə 5 5-ə 1. Əkobun tapılma qaydası necə idi? Əkob ən böyüyünü yazırdıq. Digərlərində çatışmayanlarını gətirib tamamlayırdıq. 2 burada var, yazmırıq. Bu 2 burada var, yazmırıq. 3 yoxdur, vuraq 3. Bu 3 burada var, yazmırıq. 5 vurulsun 5. Bu da 16 3 dəfə 48, 48 də 5-ə vurulur 240. Yəni 16, 12 və 15-in üçünə də eyni zamanda bölünən ən kiçik ədəd 240-dır. Bizdən isə bunun rəqəmləri cəmini soruşur. 240-ın da rəqəmləri cəmi eləyir 6. Növbəti sualımız 22-ci sual. Bu faizlə bağlı olan bir nümunədir. Şəkildə A 60 manat və B 80 manat firma köynəklərinin maya dəyərləri göstərilmişdir. A firma köynəyinin satışından 40% zərər, B firma köynəyinin satışından isə 20% qazanc əldə olunub. Bu köynəklərin birindən bir ədəd satılarsa neçə manat zərər olar? Gəlin hər ikisinin maya dəyərini birlikdə hesablayaq. A-da 60 manatdır, B-də 80 manat. Toplasaq eləyəcək. 60 ilə 80 nə qədər eləyir? 140 manat. Yəni mayamız 140 manatdır. İndi A köynəyində 40% zərər olub. 40% zərər 40%-ni tapıb 60-dan çıxa bilərik. Və ya elə birbaşa 60-ın 40% zərər 60%-ni tapmaq deməkdir. 60 vurulsun 60 bölünsün 100. Buradan bu sıfırlar gedir, bərabərdir 36 manat. Bu A köynəyinin zərərdən sonraki qiymətidir. B köynəyinə baxaraq, B köynəyinin satışı 20% qazanc. Yenə 80-in 20%-ni tapıb 80-in üzərinə gələ bilərik. Amma daha rahat 20% qazanc 80-in 120%-ni tapmaq deməkdir. Bölünsün 100. Sıfırlar gedir, bərabərdir 96 manat. Bu da B köynəyi üçündür. İndi zərər və qazancdan sonraki nəticəyə baxırıq. 36 üstə gələk 96 toplasaq eləyər 132 manat. Əvvəl 140 manat idi, indi 132 manat var. Təbii ki, zərər var. Bəs zərərimiz nə qədərdir? 140-dan 132-ni çıxırıq, qalır 8 manat. Doğru cavab elədi A variantı. Sonra baxırıq 23-cü suala. 23-cü sualda əbob A, B bərabərdir 1 yazılıb. Bu bir halda mümkündür. Qarşılıqlı sadə ədədlər. Qarşılıqlı sadə ədədlərin əbobu 1-ə bərabərdir. Əkobu isə həmin ədədlərin hasilinə. Onda belə çıxır ki, elə A vurulsun B bərabər 24 deməkdir. Yəni bu məsələn 1 və 24-dür ki, bunların qarşılıqlı əbobu 1-dir. Yəni qarşılıqlı sadə ədədlərin əbobu 1-ə bərabərdir. Əkobu isə onların hasilinə. Elə bir sualı daha da sadələşdirdik. Hasil 24 olan 2 ədədin cəmi ən böyük hansı qiymət ala bilər? İndi vuruqlar 24-dürsə, biz ən böyük qiymət almaq üçün bunu bir-bir yoxlaya bilərik. Amma belə bir qayda var ki, hasil verilib, həmin vuruqların cəminin ən böyük qiymətini tapmaq üçün bir-birindən ən uzağa götürəcək. Onda bunun birini götürəcək 1 və 24. Hasil 24 eləyir. Cəm isə 1 üstə gələ 24 bərabər 25. Doğru cavab elədi D variantı. 24-cü suala baxırıq. 24-cü sual. Suallar daha çox əkob əbobla bağlıdır. Elə həll elədiksən fikir verirəm. Fərqli uzunluqda 2 taxta parçası verilmişdir. Usta hər iki taxtanı eyni uzunluqlu hissələrə bölmək istəyir. Usta ən az neçə taxta parçası əldə edər? Yəni bu 180 və 225-i mən eyni ölçüdə hissələrə bölmək istəyirəm. Amma deyirəm ki, hər ikisində bərabər olsun və ən böyük olsun. Bu əbobun tapılması deməkdir. Yəni 180 və 225-in bölündüyü ən böyük ədəd. Əbobun tapılma qaydası necədir? Yenə verilmiş ədədlər sadə vuruqlarına ayrılır. 182-yə, 92-yə, 45 3-ə, 15 3-ə, 5 5-ə 1. Keçirik 225-ə, 225 3-ə, 75 3-ə, 25 5-ə, 5 5-ə 1. Əbobun tapılma qaydası yazırım. Əbob. Gəlin baxaq. Əbob nə idi? Verilən sadə vuruqların ayrılışında ortaq olanları yazırdıq.
Ortaq olanlar burada baxıram ki 3 və 3 var. 3 vurulsun 3. Sonra ikinci bu 3 ilə bu 3, bu 3 ilə bu 3. 3 vurulsun 3 yazdıq. Sonra nə var? 5 burada, bir də burada. Vurulsun 5. Yəni bu 5 ortaq yoxdur. 3 vur, 3 vur 5. Bu da eləyir 45. Demək, bizim əbobumuz 45-dir. Başqa cür desək 45 sm bölünməlidir. Onda 180 və 225-in bölündüyü böyük ədəd eyni zamanda 45-dir. İndi 180-i 45-ə bölərik. Görək burada neçə hissə alınacaq. 180-i 45-ə böləndə 4 hissə burada alınır. 225-i 45-ə bölərik. 5 hissə burada alınır. Ən az neçə taxta parçası? 4 və 5 eləyir nə qədər? 4 və 5 9. Deyə bilərsiniz, müəllim, biz hardan bildik burada ən az əbobu tapılma. Çünki ən az taxta parçası deyirsə, bu taxta parçasının uzunluğu ən çox olmalıdır. Ən çox da bunların ikisinin də əbobu, ən böyük ortaq böləninin tapılmasıdır. 25. Anar iki ağac arasındakı məsafəni 20 addımda gedərsə, onun bir addımının uzunluğunu tapın. Burada ümumi məsafəmiz 12,2-də 1-dir və 20 addımda gedir. Onda biz bir addımın uzunluğunu necə taparıq? Ümumi məsafəni 20-yə bölərik. 12,2-də 1-i böləcəksən 20-yə. Bu da bərabərdir. 12,2-də 1-i düzgün olmayan kəsirə çevirsək, 2-də 25 bölünsün 20. 2-də 25 bunun tərsinə vuracaq. 20-də böləndə 20-də 1 olacaq. Buradan da ixtisarlarımızı eləsək, 5-ə 5, 5-ə 4. Bu da bərabər edir 8-də 5. Doğru cavab A variantı. 26-cı sualda maraqlı bir ədəd məsələsidir. Tənlik qurmaq da deyə bilərik. Aşağıda bir stol və bir stoldan ibarət dəst verilmişdir. Usta bu stul dəstindən 6 ədədini 20 gündə, tələbə isə 4 ədədini 25 gündə düzəldə bilir. İkisi bir yerdə işləyərək 138 dəsti neçə gündə düzəldə bilər. Bunun üçün biz usta və tələbəsinin bir gündə nə qədər stul hazırladığını dəsti tapmalıyıq. Baxın, əgər mən desəm ki, mən 4 gündə 20 dənə stol hazırlamışam, onda bir günə nə qədər düşür? 20-ni 4-ə bölərik 5. İndi burada isə konkret verilməyib, yəni 20 və 26-ya bölünmür. Amma yadda saxlayın ki, hazırlanan detal, cihaz, stol hər zaman günə bölünəcək. Ustanın bir gününü tapaq, 6 bölünsün 20. 20-də 6 stol deyəcəksiniz, müəllim, necə ola bilər? Yəni stolun hər hansı bir detalını, ayağını hazırlayıb, sonra detalını vurub və s. Tələbəsi isə 4 ədədini 25 gündə, onda üstə gələk 25-də 4. İkisi birlikdə vurulsun, x bərabərdir 138. İndi bunu həll eləsək, 20-25 100-dür. Məxrəcləri bərabərləşdirsək 100. 120-yə düşür 5 dəfə 6, 30. Üstə gələk 125-ə 4, 4 dəfə 4, 16 vurulsun, x bərabər 138. Buradan 100-də 46, x bərabərdir 138, x də bərabərdir 138, vurulsun 46-da 100. 46 46-ya 1, 138 46-ya 3, 3-ü də vuranda 100-ə bərabər elədi 300. Yəni bu doğru cavabımız elədirsə. Burada x-i yazmasaq da olar. Yəni siz belə yadda saxlayın ki, bu tipli suallarda 138-i bizdən nə qədər soruşursa, onu ikisinin bir gündə cəmi nə qədər hazırlayıbsa ona bölürük. 27-ci sualda maraqlı bir sualdır. Sabir və Malik kiçik kvadratlardan əmələ gələn və ümumi sahələri uyğun olaraq 7,5 kvadrat desimetr və 5 kvadrat desimetr olan düzbucaqlı şəklində lövhələrin bəzi xanalarını rəngləyirlər. Biz görək bu balaca kvadrat, bu kiçik kvadratın birinin sahəsi nə qədərdir? 7,5 kvadrat desimetr. 1, 2, 3, 4, 5, 1, 2, 3, 4, 5, 6. Demək 30 dənə kiçik kvadrat buradadır. O zaman gəlin görək bir dənə kiçik kvadratın Sabirin dediyi kiçik rənglədiyi hissənin birinin sahəsi nə qədərdir? 7,5-i böləcəksən 30-a. Bu bərabər eləyəcək 0,25 kvadrat desimetr. Bax, bunlardan birinin kiçiyin sahəsidir. İndi burada neçəsi rənglənib? Baxaq, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11. O zaman 11-i də vuracaqsan 0,25-ə. 11-i də 0,25-ə vuranda 2,75 kvadrat desimetr. Rəngli yazıram bura, rəngli. Və burada yazıram Sabir. Burada qeyd edirəm Sabir. İndi keçək Malikin rənglədiyi kvadratların sayına. Əvvəlcə burada Malikin bu rənglədiyi kvadratın ümumi fiqurun ümumi sahəsini baxaq. Düzbucaqlı şəklində lövhənin ümumi sahəsinə baxaq. Bunun ümumi sahəsi 5 kvadrat desimetrdir. Şərtdə bu bizə verilib. Demək 5 kvadrat desimetr. Gəlin görək orada bir dənə kiçik kvadratın sahəsi nəyə bərabərdir? Neçə kvadrata bölünüb? 1, 2, 3, 4, 5. Sonra
1, 2, 3, 4, 5. 25. 10 da belə çıxır ki, müəllimlər bir dənəsinin sahəsini tapmaq üçün 5-i böləcək 25-ə bərabərdir 0,2 kvadrat desimetr. Bəs burada neçəsi rənglənib? 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. 9-u vuracaqsan 0,2-yə bərabər eləyəcək 1,8 kvadrat desimetr. Bu isə demək Malikin rənglədiyi hissə. İndi bizə deyir ki, Sabirin rənglədiyi Malikin boyadığı ümumi sahədən nə qədər çoxdur? Çox olmanı tapmaq üçün 2,75-dən çıxacaqsan 1,8-i. Bu da bərabər qalır 0,95. Doğru cavab C. Sonra 28-ci sual. Kamil kvadrat formasında olan bağının ətrafına şəkildəki kimi taxta hasar çəkmək istəyir. O bağın bir tərəf üçün ölçüləri verilən 40 ədəd şaquli, 40 ədəd üfüqi taxtadan istifadə edir. Baxaq. Şaquli və üfüqi xətlərə baxaq. Şaquli baxaq görək 4-də 1 metr və bundan 40 dənədir. 40-ı vuracaqsan 4-də 1-ə bərabər 10 metr. Sonra şaqulinin birinin uzunluğu 20-də 9 metrdir və 40 dənə də üfüqidir. 40-ı vuracaqsan 20-də 9-a bərabər eləyir 18 metrdə budur. 20 ilə 18 elədi 28 metr. Birinin tərəfi 28 metrdir. Bu kvadratın birinin tərəfi 28 metrdir. İndi bizə deyir ki, sahəsi nə qədərdir? 28 vurulsun 28, 28-i 28-ə vuranda elədi 784. Doğru cavab C variantı. Yəni kvadratın bütün tərəfləri bərabər olduğundan sahəsini vuracağıq bir-birinə. 29-cu suala baxırıq. Kiçik kvadratın perimetri böyük kvadratın perimetrindən 8 dəfə kiçikdir. Böyük kvadratın sayısı kiçik kvadratın sayısından neçə dəfə böyükdür? Bunu perimetri 2 bir-birinə 8 dəfə böyük olan istənilən 2 ədədlə şagirdlər, hörmətli şagirdlər yoxlaya bilərsiniz. Qeyri-adi bir şey yoxdur. Onda bunun birinin perimetrini götürək. 8 dəfə böyük deyirsə 4 götürək. Digərinin perimetrini də 8 dəfə bu bundan kiçiksə bunda perimetri olacaq 32. P bərabər 4, P bərabər 32. Müəllim, başqa 8 dəfə böyük olan ədəd də götürə bilərikmi? Bəli, götürə bilərik. Yəni bir-birinə 8 dəfə böyük olan istənilən ədədlə yoxlaya bilərik. Amma 4, 32 daha məqsədə uyğundur ki, rahat tərəflər alınır. 4-ü 4 yerə böləndə bunun tərəfi 1-dir. 32-ni 4 yerə böləndə bunun tərəfi 8-dir. Onda bunun sahəsi 1-dir, bunun sahəsi də 64-dür. Sahə nə qədər böyük olacaq? Neçə dəfə böyük olacaq? 64-ü də 1-ə böləndə 64. Yəni perimetr çox rahat istənilən 2 ədədlə yoxlaya bilərsiniz. 30-cu suala baxırıq. 30-cu sualı hissə ilə yazmaq olar, x-ilə də yazmaq olar, tam hissə modelinə də yazmaq olar. Satıcı nahara qədər bütün almaların 1/3-ni, sonra isə daha 55 kiloqramı satdı və 11 kiloqram alma qaldı. 11 kiloqram alma sondan gedəcək. 11 kiloqram alma qalıb, 55-ini satıb. Onda 55 ilə 11-i toplayıraq. 55 ilə 11 topladıq, elədi 66 kiloqram. 1/3-dən sonra, demək 1/3-ni satandan sonra, bax 3 yerə bölürəm. 3-də bu bir hissəni satandan sonra bu iki hissə 66 kiloqram eləyir. Onda bir hissə 33 kiloqramdır. Bəs bütövi nə qədərdir? 3 dəfə 33, 99 kiloqram. Demək 99 kiloqram alma var imiş və ya bunu x ilə də yaza bilərik. Ən rahat üsulu sizin üçün düşünürəm ki, şagirdlər üçün budur. 31. İki avtomobil eyni vaxtda A nöqtəsindən əks istiqamətdə hərəkətə başladılar. Bu da sürət məsələsinin bir növü olan əks istiqamətli hərəkətdir. 4 saat sonra avtomobillər arasında məsafə 688 kilometr oldu. Biz bilirik ki, əks istiqamətdə nə edəcəyik? Bu məsafəni zamana bölərik. 688-i böləcəyik 4-ə. Bərabər eləyəcək 172 kilometr bölünsün saat. Bu nədir? Sürətləri cəmidir. Çünki əks istiqamətdə maşınların, velosipedlərin, yəni istənilən iki nəqliyyat vasitəsinin sürətləri toplanır. Birinin sürəti 88-dir. Digərinin sürəti 172 çıxılsın 88 bərabərdir 84. Kilometr bölünsün saat. Doğru cavab elədi A variantı. 32-ci suala baxırıq. Üçbucağın bir tərəfi, bu bizim üçbucağımızdır. 12,8-də 3. İkinci tərəfdən, bu ikinci tərəfdən 4,24-də 5 sm böyükdür. Onda bu ikinci tərəfi tapmaq üçün bundan 4,24-də 5-i çıxarıq ki, ikinci tərəfi tapaq. Sadəcə çətin deyil, sadəcə biraz kəsirlər filan çoxdur deyə diqqətli olun, elementar rəqəm səhv eləməyirsiniz. 12,8-də 3-dən çıxırıq 4,24-də 5-i ikinci tərəfi tapmaq üçün. Nədən 4,24-də 5 dəfə vahid böyükdür? Buna görə. Məxrəcləri bərabərləşdirsək, bu eləyər 12,24
24'də 9 çıxılsın 4 tam 24'də 5. Bu da bərabər eləyər 8 tam 24'də 4. Bura yazıram 8 tam 24'də 4. İndi üçüncü tərəfi tapaq. Üçüncü tərəfdən isə 3 tam 3'də 2 cm kiçikdir. Onda bunun üzərinə 12 tam 8'də 3'ün üzərinə 3 tam 3'də 2'ni gəlirik üçüncü tərəfi tapmaq üçün. Yazaq. Bu eləyəcək 12 tam yenə 24'də 9 üstə gələk 3 tam məxrəclərin müxtəlif olan kəsirlərin toplanmasıdır. 3 tam 24'ü 3'ə böləndə 16. Bərabərdir 15 tam 24'də nə qədər eləyəcək? 24'də 25. Bu da bizim üçüncü tərəfimizdir. Bu ikinci tərəfdir, bu üçüncü tərəf. Artıq məndə bütün tərəflər məlumdur. Gəlin indi bunun perimetrini tapaq. 12 tam 8'də 3'ü də birbaşa biz 12 tam 24'də 9 kimi yaza bilirik ki, rahat olsun. Hamısı məxrəcə eyni olsun. Üstə gələk ikinci tərəfimiz 8 tam 24'də 4. Üstə gələk üçüncü tərəfimiz 15 tam 24'də 25 bərabərdir. Tam hissələri toplasaq eləyər 35 tam 24'də 9, 4, 13, 25 elədi 38. Bu da bərabərdir 36 tam 24'də neçə eləyər? 24'də 14. Çünki 38'dən 24. Bunu ixtisar eləsək 14 2'yə 7, 24 2'yə 12 bərabərdir 36 tam 12'də 7. Belə bir cavab var. B variantı. Sonra növbəti sual. 2 saatdan birincisi 8 dəqiqədən, ikincisi isə 10 dəqiqədən bir zəng çalır. Hər 2 saat ilk dəfə 11:40-da eyni anda zəng çalarsa, eyni anda 5-ci dəfə neçədə zəng çalarlar? Eyni anda. Burada sadə elə bil, bax, məntiq bundan ibarət ki, uşaqlar 8 dəqiqə və 10 dəqiqə. Neçə dəqiqədən sonra bunlar ilk dəfə üst-üstə düşəcəklər. Bu da 8 və 10'un yenə də nəyi tapılır? Əkobu tapılır. Əkob da bunun ikisini eyni zamanda bölünən ədəd 40'dır. 40'ı tapdıq. İndi demək bunlar ilk dəfə 40 dəqiqədən sonra üst-üstə düşəcəklər və həqiqətən də bu 11:40-da yazılıb bura. İndi 5-ci dəfə zəng çalırsa, 5-ci dəfənin bir dəfəsi artıq 11:40-da qeyd olunub, yəni zəng çalınıb. Geriyə 4 dəfə zəngimiz qalıb və bir dəfə də 40 dəqiqədən bir təkrarlanır. Ona görə üstə gələk 4 vurulsun 40 dəqiqə. Bu da 11:40 üstə gələk 160 dəqiqə eləyir. 160 dəqiqə. Bu da bərabər 11:40 üstə gələk 160 dəqiqəni də biz necə yazarıq uşaqlar? 2 saat 40 dəqiqə. 2 saat 40 dəqiqə. Çünki 120 orada da 40 qalır. Bu elədi 13:80. Bir dəfə yazmıram ki, yəni sizin üçün açıqlansın. Burada bu 80-in 60-ın 13-ün üzərinə gələrik. Eləyər 14 20. Doğru cavab C variantı. 34. Aşağıda 4-5 ölçülü düzbucaqlı verilmişdir. Ümumilikdə rəngli kvadratlara uyğun hissənin 75% olması üçün rəngsiz xanalardan daha neçəsi əlavə olaraq rənglənməlidir. İndi burada biz nə etməliyik? 20 dənə kvadratdır. Çünki 4'ün 5'dirsə 4 dəfə 5 20. Bunun 70%'ini tapırıq, 75%'ini. 20'nin 75% eləyir 15. Demək 15 rəngli olmalıdır 75% üçün. Bəs neçəsi rənglidir burada? 1, 2, 3, 4, 5, 6, 7. Demək 15'dən çıxıram 7'ni bərabər 8. Əlavə olaraq neçəsi rənglənməlidir? Əlavə olaraq 8'i rənglənməlidir. Sonra 35-ci sual. X bu maraqlı sualdır. X, Y, Z müxtəlif natural ədədlərdir. 43 olduğuna görə X-in ala biləcəyi ən kiçik qiymət. Demək uşaqlar, burada nədir? X-in ala biləcəyi ən kiçik qiymət deyirsə, demək bax biz buradan və buradan böyük ədədlər almalıyıq ki, toplayıb 43-dən çıxanda X ən kiçik olsun. Ona görə burada Y və Z-i də ən kiçik verməliyik. Ən kiçik verməliyik ki, burada böyük ədədlər alsın. 18-i nəyə böləndə, 24 nəyə böləndə. Burada Y bərabər 2 olanda ən kiçik natural ədəd və Z də bərabərdir 1 olanda. Niyə belə elədiyini yazdığımızı indi aydınlaşdıraq. X üstə gələk. 18-i 2-yə böləndə 9, 24-ü 1-ə böləndə 24 eləyir. Bərabərdir 43. X də bərabərdir bu 33 eləyir. 43-dən 33-ü çıxanda qalır 10. Doğru cavab C. Baxın. İndi deyirsiniz mən niyə Y-ə 1 vermədiniz? Y-ə 1 verək. Onda bura eləyəcək 18 üstə gələk 12. Cəmi 30 eləyəcək. 43-dən 30 çıxanda 13 qalır. Amma biz biri var 13 alaq, biri var 10 alaq. Təbii ki, bizim şərtimizə görə bizə 10 sərfəlidir də. Ona görə onu yaz, bax bu formada analiz edirik. Biraz mühakimə tipli sualdır. 36. Qrafiklərlə bağlı bu da maraqlı bir sualdır. Həm sütun qrafiki verilib, sonra isə dairəvi diaqram verilib. Demək biz bunları bir-biri ilə əlaqələndirməliyik. Avtomobil markaları verilib.
5 fərqli avtomobil markasının satış miqdarı göstərilmişdir. Gəlin əvvəlcə bütün satış miqdarını hesablayaq. A markasından 20 dənə, B markasından 10 dənə, C markasından 40, yəni yazırıq bura. Yazırıq 20, üstəgələk 10, üstəgələk C markası 40 dənə, 40. Üstəgələk D markası 20 dənə, üstəgəl 20, Y markası 30 dənə, üstəgələk 30. Bu da bərabərdir. Toplasaq, hər biri eləyəcək 120 nəfər. Daha doğrusu üzr istəyirəm, marka. Maşından danışırıq, marka. 120 marka. Və bu indi bizə dairəvi diaqramdan ifadəsi verilib. Yadda saxlayın uşaqlar, dairəvi diaqramda hər bir şey bütöv olaraq 360 dərəcə göstərilir. Onda biz belə başa düşürük ki, 360 dərəcə 120 markaya uyğundur. Belə çıxır ki, 3 dərəcə 1 maşındır, 1 marka. 1 marka 3 dərəcə. Çox rahat. Bax, bu ekvivalentliyə əsasən, bu bərabərliyə əsasən yola çıxacaq. Onda A-nın dərəcəsini müəyyənləşdirək. Niyə dərəcə ilə verildim? Çünki burada gördüyümüz kimi 4 variant 4-ündə də dərəcə var. 3 dərəcə, 1 markamız 3 dərəcədir. A markasından neçə dənədir? 20 dənə. 20-ni 3-ə vuracaq 60 dərəcə. B markasından 10 dənədir. 13-ə vuracaq 30 dərəcə. C markasından demək 40-dır. 43-ə vuracaq 120 dərəcə. D markasından D 20-dir. 20-ni 3-ə vuracaq 60 dərəcə. Sonra Y markasında 30'du, 30'u 3'e vuracaq 90. Belə bir cavab harda var? Gördüyümüz kimi burada B'nin 30, sonra A'nın 60, C'nin 120, D'nin 60, Y'nin 90 olduğu variant bir dənə A variantı doğrudur. 37-ci sual. 37-ci sualda aşağıdakı ədəd ox xətlərlə bərabər hissələrə bölünmüşdür. Göstərildiyi kimi A nöqtəsinin uyğun gələn ədədi tapın. Biz baxaq. 3.75-dən 3.74-ü çıxırıq. 3 tam %75 çıxılsın 3 tam %74 bərabərdir 0 tam %1. İndi görək neçə ara var? 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10 dənə ara var. İndi 10 dənə aranın neçə vahid olduğunu tapırıq. Ümumi 0 tam %1 vahid idi. 0 tam %1-i böləcəksən 10 araya. Bərabər eləyəcək uşaqlar 0 tam mində 1 vahid. Yəni bir ara 0 tam mində 1 vahiddir. Bir ölçü vahidi deyək. İndi bizə deyir uyğun gələn ədədi göstərin. Aya baxacağıq. Aya nə qədər var burada? 1, 2, 3, 4, 5, 6, 7, 8. Demək, sonra 8, 3 tam %74 üzərinə gəlinsin. 8 vurulsun bu vahidi 0 tam mində 1. Bu da bərabər eləyəcək 3 tam mində 748. Belə bir cavab A variantında. 38-ci suala baxırıq. 38-ci sual 10-luq kəsirlə bağlı maraqlı bir sualdır. A vurulsun. Baxın, burada 0,3, burada 0,15. Bunu biz nə edəcəyik? Sürət və məxrəci elə bir formada yazaq ki, 10-luq kəsirdən azad olaq. Bax, məxrəci 100-ə vursaq, eləyər 15. Buranı da 100-ə vursaq, eləyəcək 30. Üstə gələk. İndi burada 100-ə vursaq, bura eləyəcək 25, bura eləyəcək 600. Kiçikdir 130-dan. İndi baxaq. Burada nə alınır? Bu 2 alınır. 25 ilə 600 də ixtisar gedir. Qalır nə qədər? 24. Onda belə çıxır ki, 26 qaldı mötərizədə. Aya vuranda 26 kiçikdir 130. Sadə bir bərabərsizliyi aldıq. A da kiçikdir 5-dən. 5-dən kiçik olan ən böyük ədəd də 4-dür. Çünki bizim ən böyük natural qiymətini soruşur. B variantı. 37-ci sual tənliyi həll edin. 3x üstəgələk 12, üstəgələk 4x, üstəgələk 20 bərabər 123. Neynədik? Sadəcə mötərizəni vurub bastıq. 7x burada 20 ilə 12 32 eləyir. 120-dən 123-dən 32 çıxanda 91. X-də bərabər 13. Doğru cavab C. 40-cı suala baxırıq. Aşağıdakılardan neçəsi kubun üzüdür? Ümumiyyətlə kubun açılışlarla bağlı qaydamız bundan ibarətdir ki, bax, bu 1 2-yə toxunur, bu 3-ə toxunur. Yəni bunu biz bu formada aşırda bilərik. Sonra bu 5-i bu formaya gətirə bilərik. 5 gəlib burada ola bilər. 6-nı və ya siz xəyali olaraq bunu təsvir eləməyə çalışsanız, uşaqlar, bax bu tutaq ki, oturacaqdır. Bunu yuxarıya qaldırsaq, bu gəlib bura düşəcək. Bu gəlib bura düşəcək. 5 gəlib bura düşəcək. 6 gəlib üstü bağlayacaq. Yenə də bunun bir tərəfinə söykənəcək. Sadəcə olaraq burada 4 ilə 1 hansı formaya çevirirsə çevirək. Yuxarı aşağı fırlasaq da gəlib qarşı tərəfi olacaq və bir-birinə toxunmayacaq. Yəni baxın, 1 burada olanda 4 burada olacaq. Və ya 4-ü bura qaldırsaq, birinə yenə də qarşı-qarşıya düşəcək. Demək, ortaq olmayan, yəni hər hansı bir tərəfi toxunmur. Tam qarşı-qarşıya dayanır. Elədir B variantı.
Bu qədər uşaqlar. Nəticənizi rəy bölümündə yazarsınız. İnşallah növbəti izahlarda görüşərik. Hər birinizə uğurlar arzulayıram. Sağ olun.